Mövzumuz tam ədədlər haqqında olacaq. Kəmiyyətlərin sıfırdan kiçik qiymətlərini ifadə etmək üçün mənfi ədədlərdən istifadə edirik. Məsələn, gəlin yazaq. Dəniz səviyyəsi və dəniz səviyyəsindən həm yüksəkdə, həm də aşağıda olan hansısa bir cisimləri qeyd edəcəyik. Dəniz səviyyəsini götürək 0. Əgər dəniz səviyyəsindən hündürdə hansısa bir cisim uçursa, məsələn, götürək qaranquş və ondan 20 metr hündürlükdə uçursa, bax, dəniz səviyyəsindən yuxarıda olduğuna görə müsbət 20 metrdən ifadə olunur. Dəniz səviyyəsindən aşağıda, yəni dənizin daxilində hansısa bir balıq hərəkət eləyirsə, məsələn, yazaq, balıq, fərqi yoxdur da, yəni burada dəniz səviyyəsindən həm yuxarıda, həm də aşağıda olan cisimlərdən söhbət gedir. Dəniz səviyyəsindən aşağıda hərəkət etdiyinə görə o artıq mənfi ilə göstəriləcək. Məsələn, 15 metr dərinlikdə hərəkət eləyirsə, mənfi 15 metrdən göstərilməlidir. Deməli, burada dəniz səviyyəsindən yuxarıda hərəkət edən hansısa bir cisim olsa, müsbətlə ifadə olunacaq. Dəniz səviyyəsindən aşağıda hansısa bir cisim hərəkət eləyirsə, məsələn, sualtı qayıq da ola bilər və yaxud da dəniz səviyyəsindən yuxarıda təyyarə də ola bilər. Bu isə mənfi ilə ifadə olunacaq. Sıfırdan böyük ədədlər müsbət ədədlərdir. Yazaq, sıfırdan böyüklər müsbət ədədlər. Sıfırdan kiçiklər isə mənfi ədədlərdir. Baxın, burada göstərdiyimiz kimi 20 sıfırdan böyükdür, mənfi 15 isə sıfırdan kiçikdir. Biz müsbətin qarşısına müsbət işarəsini adətən qoymuruq. Məsələn, burada müsbət 20 metrdə yaza bilərik və yaxud da 20 metrdə yaza bilərik. Amma mənfinin qarşısında mütləq mənfi işarəsini qoymalıyıq və oxurarkən mənfi 15 kimi oxunur. Mənfi ədədlərə başqa cür nümunələr yazaq. Məsələn, yazaq mənfi 14, mənfi 100, mənfi 28 və s. Görürsünüz, hər birinin qarşısına mənfi yazılır mənfi ədədlərdə. Həmçinin o mənfi sözü deyilir. Müsbət ədədlərdə isə müsbət yazılmaya da bilər və yaxud da müsbət sözü deyilməyə də bilər. Birbaşa məsələn 20-dən istifadə etdik. Müsbət ədədləri məsələn 40, müsbət 40 da deyə bilərik, 40 da deyə bilərik, 50, 67 və s. Bunlar hamısı müsbət ədədlərdir. Yazırıq mənfilər. Burada yazaq müsbətlər. 0 nə mənfidir, nə də müsbət. Yazırıq ki, 0 nə mənfidir, nə də müsbət. Yəni neytral sayılır. Ədəd oxunda 0-dan sağ tərəfdə yerləşən ədədlər müsbətlərdir, sol tərəfdə yerləşən ədədlər isə mənfi ədədlərdir. Bunu gəlin ədəd oxu çəkib üzərində göstərim. Baxın, bura 0 olsun. 0-dan sağ tərəfdə dedim müsbətlər yerləşir. 1, 2, 3, 4, 5, 6, 7, 8 və s. Sol tərəfdə mənfilər yerləşir. Mənfi 1 qeyd olunar ki, bu formada qeyd olunur. Mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5, mənfi 6, mənfi 7, mənfi 8. Baxın, getdikcə azalır. Ədəd oxunda əks tərəflərdə və eyni məsafədə yerləşən ədədlər əks ədədlərdirlər. Əks ədədlər buradan 1-2 nümunə seçib göstərək. 2 və mənfi 2 əks ədədlərdir. Daha sonra 4 və mənfi 4 əksdir. Sonra 7 və mənfi 7. Bunlar da əksdirlər. Çünki bunların hər birinin məsafəsi 0-dan 7 vahiddir. Bax, 2-nin və mənfi 2-nin məsafəsi hər ikisi 2 vahiddir. Həm sağ tərəfə, həm sol tərəfə. 4 və mənfi 4-ün 0-dan məsafəsi 4 vahiddir. Sağ tərəfə də 4 vahiddir. Sol tərəfə də 4 vahiddir. 7 və mənfi 7-nin də, baxın, sağ tərəfə də 7 vahiddir. Sol tərəfə də, yəni mənfi 7 olan tərəfə də yenə 7 vahiddir. Ona görə deyirik ki, əks tərəflərdə yerləşir 0-dan və eyni məsafədə yerləşir. Bunlara əks ədədlər deyilir. Koordinat oxunun nə olmasının haqqında da danışaq. Üzərində hesablama başlanğıcı, yəni 0, vahid parça və müsbət istiqamətdə seçilmiş düz xətt, koordinat düz xətti və ya koordinat oxu adlanır. Yəni biz bu oxa koordinat düz xətti deyirik və yaxud da koordinat oxu deyirik. Koordinat oxunda nöqtənin yerinə göstərən ədəd bu nöqtənin koordinatı adlanır və mötərizədə yazılır. Məsələn, gəlin bu nöqtəni götürək.
Bura bir hərflə işarə eləyək. Məsələn, A hərfi olsun. O zaman A-nın koordinatı axı 1-dir. Necə yazılacaq bu? Yazılacaq A mötərizənin içərisində 1. Və yaxud da gəlin burada 5-i götürək, -5-i götürək. Bunu da götürək, koordinat nöqtəni götürək, B nöqtəsi. O zaman yazıram B mötərizənin içərisində -5 və yaxud da elə 0 nöqtəsini götürək. Bura deyək O nöqtəsi. 0 biraz böyük yazmışam. Bu 0'dır, bu da O nöqtəsidir. Yazaq O nöqtəsinin koordinatı 0. Burada nə qədər nöqtə qeyd olunsa, hər birinə uyğun bu formada yaza bilərik ki, hansı nöqtəyə hansı koordinat uyğundur. İndi biz bu məlumatlardan hansı nəticəni çıxartdıq? Natural ədədlər, yəni 0'ın sağ tərəfində olan ədədlər, onların əksi olan ədədlər, yəni 0'ın sol tərəfində olan ədədlər və 0 birlikdə, yəni mənim bu koordinat oxumda qeyd etdiyim bütün ədədlər adlanır tam ədədlər. Tam ədədlər Z hərfi ilə işarə olunur. Baxın, bu formada yazılır. 0'ı yazıram. Müsbət -1, müsbət -2, hamısı tamlar olmalıdır. Yəni, kəsir hissəsi olmur tam ədəddə. Müsbət -3, müsbət -4, müsbət -5, yəni həm 5'in müsbətin, həm mənfisini, 4'ün həm müsbətin, həm də mənfisini götürmək lazımdır. 3 nöqtə qoyuram, yazıram və s. Çünki necə ki ədədlərimiz sonsuzdur, həmçinin tam ədədlər də sonsuzdur. Mən burada özüm 8'ə qədər saxlatmışam. Təbii ki, həm 8'dən sağ tərəfdə istənilən qədər tam ədəd yaza bilərəm, həmçinin burada -8'dən sol tərəfdə də istənilən qədər tam ədəd yaza bilərəm. Deməli, deyirik ki, ədədlərimiz sonsuz olduğuna görə tam ədədlər də sonsuzdur. Tam ədədlər hansı ədədlər oldu? 0, natural ədədlər və onların əksi olan ədədlər bir yerdə adlanır tam ədədlər.